Salam əziz tələbələr. Bugünkü dərsimizdə sizə fayllardan danışacağım. Fayllar neçə cür olur? Fayllar iki cür olur. Text tipli və binary tipli. Amma binary tipli fayllar da özlüyündə iki yerə bölünür. Bunların misal olaraq tipli və tipsiz fayllar. Deməli, ilk öncə text fayllarından danışaq. Text fayllarından danışaq. Bir proqram yaradaq. Proqrama ad verək. Fayllar olsun proqramımızın adı. Modulumuz həmişə kimi CRT. Modulumuz olsun. Fayllar necə elan olunur? Deməli, digər verilənlər kimi fayllar da var bölməsində elan olunmalıdır. Necə ki, byte, sonra integeri, stringi və yaxud öz yaratdığımız tipləri, yəni həmin tiplərdən elanlar bölməsində argument göstərə biliriksə, fayl tipli argument də göstərə bilərik. Fayllar əvvəlcə nə üçün istifadə olunur? Fayllar, məsələn üçün biz iş prosesində müəyyən bir hesablamalar aparmışıq. Bu vaxta kimi yazdığımız proqramların hamısı deməli, proqram qapandığı zaman deməli, məlumatlar silinirdi. Məsələn üçün massivin minimum elementini tapırdım. Nə olsun? Tapandan sonra RAM pəncərəsini bağlayandan sonra həmin proqram itirdi. Həmin proqramda deməli, verilənlər də verilənlər alınan cavab itirdi. Amma fayllar onun üçün yaradılıb ki, məlumatların uzun müddətli saxlanılması. Məsələn üçün bir proqram yazıram qeyd üçün. Müəyyən bir qeyd edirəm, yaddaşda saxlayıram. 3 gündən, 5 gündən sonra gəldikdə həmin faylı açsam, yenə eyni məlumat həmin faylda qalmış olacaq. İndi isə tətbiq hissəsinə keçək. Fayllar necə elan olunur? Məsələn, deyirəm ki, text tipli fayllardan danışıram indi. Onda var, deməli, mənim faylım var. F fayldır, 2 nöqtə, tipin verməliyəm. Text faylların tipi text olur. Text. Belə elan olunur, elanlar bölməsində. Sonra clear screen bu standart hər proyektimizdə yer alan hissələrdir və readcase. Belə. İndi deməli, fayllarla işləmək üçün bizə nə lazımdır? Bizə fayllarla işləmək üçün aşağıdakı prosedurlar gərəklidir, lazımlıdır. Hansı prosedurlar? Ben burada bir text fayl yaradım. En yaxşısı gəlirəm bura. Formatı bunu
Elə olsun məsələn. Birinci, deməli, fayllar işləmək üçün bizə nə lazımdır? Assign. Belə yazılır. Daxilində faylın adı yazılır. Və vergi qoyulur. Faylın yerləşdiyi ünvan yazılır. Məsələn, Y diskində deməli, yerləşir faylım və adı olsun myfile.txt uzantılı fayldır. Deməli, assign proseduru nə işə yarayır, nə edir? Deməli, assign proseduru deməli, məntiqi faylla fiziki faylı əlaqələndirir. F burada məntiqi fayldır, yəni proqram içində istifadə etdiyim. Dırnaq arasında yazdığım ünvandakı fayl isə fiziki fayldır. Deməli, məntiqi faylla fiziki faylı əlaqələndirir. Sonra nə lazımdır mənə? Bundan sonra mənə lazımdır Apple. 2 dənə Apple neyinir? Fayla deməli faylın sonuna məlumat əlavə etmək üçün faylı açır. Əgər fayl varsa rewrite F faylını məlumat yazmaq üçün açır. Əgər fayl yoxdursa yaradır. Varsa əvvəlki faylı silib yenisini yaradır. Bu da F faylını oxumaq üçün açır. Fayla məlumatı yazır. Fayldan məlumatı oxuyur. Iş bu qədər. Keçək proqram sırasına. Deməli, nə olmalıdır? Mənim yaddaşda bir faylım olmalıdır mütləq. Faylı məlumat yazmaq. Deməli, ilk öncə nə etməlidir? Fiziki fayllar həmişə birinci. Fiziki fayllar mən
məntiqi faylı əlaqələndirir. F ilə əlaqələndirsin. Tutaq ki, Y diskində mənim fayllar belə yox. Qeydlər.txt faylım var. Onu F ilə onu əlaqələndirir. Yəni bu funksiyadan sonra bildirir ki, bu fayl F-ə yazılıb. Bu harada ki, Y diskində fayl var, o F deməkdir. Proqramın içində harada F işlətsən, mən həmin faylı işlədirəm. İndi gəl nəzarət edək. Görək, mənim Y diskimdə həmin fayl var, yoxdur. Görürsünüz, heç bir fayl yoxdur. Yəni, qeydlər.txt adlı faylım yoxdur. Əlaqələndirir tutaq ki. İndi mən deyirəm ki, nə dedim? Dedim, Apple faylın sonuna məlumatı əlavə etmək üçün açır faylı. Bir də ki, burada demədim, yaddan çıxdı. Və ya bunların ikisinin olmasına baxmayaraq ən çox close-dan istifadə edilir. Bunlar isə faylı qapamaq üçün istifadə olunur. Right. Neyinə məlidir? Deyirəm ki, mən F faylına məlumat yaz. Nə məlumat yaz? Yaz. Bu mənim ilk faylımdır. Bu mənim ilk faylımdır. Və yazandan sonra neyinə? Deməli, fayla məlumat yazandan sonra neynəməliyəm? Faylın mütləq qapalanıyam. Fayl qapanmalıdır. Ən axırda, sonda, risk edən əvvəl. Risk edən əvvəl fayl qapanmalıdır. Fayllarla işləyirəm. Apple'da nə olacaq? Apple'da faylımız yoxdursa, deməli, səhv verməlidir əslində. Çünki Apple, yəni, əgər həmin fayl varsa, onu yaradır. Ona məlumat əlavə edir. Faylımız olmazsa, ona məlumat əlavə edə bilmək. Deməli, nə dedim? Apple proseduru, əgər fayl mövcuddursa, Y diskində həmin fayl varsa, əgər bu fayl, onda həmin faylın axırın sonuna məlumat əlavə edə bilər. Əks halda yoxdursa, o fayl mütləq yaradılmalıdır. Yaradılmaq üçün də, nə demişdim? Rewrite fayl olmasa da faylı yaradır. F faylını yaratsın, yoxdursa. Varsa da yenisini üzərinə yaradır. Onu silir, yenisini yaradır. Və onun daxilinə yazır ki, bu mənim ilk faylımdır. Baxaq. Deməli, heç məlumat yoxdur burada. İşlədərəm proqramı. Baxıram bura. Qeydlər adlı fayl yaratdı. Nə yazılır sana? Bu mənim ilk faylımdır. Aydındır. Sonra gəlin proqramı qapayaq, yenidən bir şey yazaq bura. Əlavə bir cümlə yazsın. Görün necə? Əvvəl bir faylımda nə var? Məlumat var idi. Bu mənim ilk faylımdır. İşlədirəm bu faylı, qapayıram bu faylı. Bunu işlədirəm. Neyinədir? Əlavə bir cümlə. Həmin məlumat silindi, yeni məlumat yazıldı. Bu mənə sərf eləmir bu mənə. Niyə? Çünki
Tutaq ki, belə bir şey fikirləşək. Tutaq ki, bir kompüter mağazasıdır, onun üçün bir proqram yazılır. Və hər gün və yaxud həftədə 2 dəfə, 3 dəfə bu deməli, alış-veriş mümkünləşdirilir də, mümkün olur, yerinə yetirilir. Onda nə etməlidir? Həmin fayla məlumatlar daxil edilməlidir. Məsələn, bugün hansı mal alınır, sabah hansı mal alınır, onlar özünün əksini tapmalıdır. Onda əgər hər gün yenisi yazılanda əvvəlki silinsə olmayacaq bu. Əvvəlki məlumatlar silinməlidir, əvvəlkilər də qalmalıdır. Ona görə rewrite deməli, rewrite prosedurundan çox istifadə edilmir. Ya da baxır necə istifadə edilir. Əslində həm rewrite-dan, həm append-dan istifadə etmək lazımdır. Özdə o deməli, qanuna uyğunluğu gözləmək şərti ilə. İndi irəliləyən dəqiqələrdə başlayacaq. Bu yazılıb, buraya əlavə bir cümlə. Haradadır? Bu yazılıb əlavə bir cümlə. Yaxşı, indi bunu gəlin. Rewrite yox. Faylım var da artıq orada. Aydındır, faylım var və append deyirəm. Append faylı açır və nə əlavə eləsin bunu? Yeni məlumatlar 1 deyirəm. Yeni edəcək. Aha. Cümlə yeni məlumatlar 1. Yenə də sonunu əlavə elədi. Sonunda sizdə niyə sonunu əlavə elədi? Çünki write-dir. Write-lərə nə olsaydı? Yeni məlumatlar 2 yazıram bura. İndi görən edəcək. Ay. Hə, o write-dir də ona görə. Bir dəfə də işlədirəm bunu. Proqramı bir də işlədirəm. Ondan əvvəl yeni məlumatlar 1 yazında write-dən nə istifadə eləmişdim axı? Kursor harada gözləyirdi? Faylda yeni məlumatlar 1-dən sonra gözləyirdi. İndi isə write-dən yazdığıma görə yazandan sonra aşağı düşüb. Onda yenidən işlədərəm bunu. 3 yazaram bura. 3 ölçüdə, 3 aşağıda olmalıdır. Yeni məlumatlar 3. Gördür. Bu qaydanın məlumatlar yazılır text faylına. Bayağı dedim ki, əgər deməli, burada səhv neydədir? Səhv deyəndə çətinlik neydədir? Çətinlik ondadır ki, mən nə bilim, yaxşı, həmin fayl mövcuddur və yaxud mövcud deyil. Bunu haradan bilə bilərəm? Çünki mövcuddursa əgər append-la işləyin, yox, mövcud deyilsə rewrite-la işləyin. Aydındır. Onu necə işləyə bilərəm? Onu belə göstərə bilərəm, məsələn. Bir deməli, blok yazıram burada. Input, output. Deməli, giriş, deməli, blokun girişi, blokun çıxışı. Blokun girişi, blokun çıxışı. Burada yazaram reset, faylı açmaq. Faylı açmaq, deməli, blokun mənası nədir? Bu blokun mənası odur ki, burada hər hansı bir səhv verəndə, onu öyrənmək üçün, deməli, input, output, result. Orada hər hansı bir səhv olanda bunun qiyməti olur 1-dən fərqli, 0-dan fərqli olur sıfırda. Yox, əgər səhv olmasa, bunun qiyməti 0-a bərabər olur. Onda necə yoxlayaram? Bunu if ilə yoxlayaram ki, əgər deməli, faylı açmaqda səhv olmayıbsa, reset faylı açmaqdır. Oxumaq üçün açmaq. Faylı açmaq istəyirəm. Faylı oxumaq üçün açıram. Burada yazmışdım da, mən faylı oxumaq üçün açmaq. Deməli, gəlir burada, deməli, blokun içində yoxlayır, reset F.
F faylı açmaq mümkündür. Əgər fayl varsa mümkündür, olacaq onda 0. Yox, əgər fayl yoxdursa, bu səhv verəcək. Səhv versə, input, output, result, deməli, o 0-dan fərqli bir qiymət alacaq. Ona görə yazıram bura zen. Onda 0-a bərabərsə nədir? Deməli, səhv baş verməyir. Neynəsin? Əslində bunu da deməli, kat edirəm, yuxarı yazıram. Çünki birinci əlavələndirməlidir, sonra başlamalıdır reset F. Baxıla bilər. Onda neynəsin? Deməli, əgər mümkündürsə fayl, yox, daha doğrusu açmaq mümkündürsə faylı, oxumaq üçün açmaq. 0-a bərabərdir. Onda append olsun. Deməli, faylımız var ki, onu oxumaq üçün aça bilir. Onda neynəsin? Append F. Faylı oxumaq üçün açın. Else əks halda neynəsin? Write F. Fayl əgər varsa, deməli, fayl olmasa, onu neynir? Yaradır və yaranmış faylı açır. Write. Belə bir şey yazdı. Gəlirəm aşağı keçirəm. Bunu append'i silirəm bura kimi. Writer'in yeni məlumatlar üçün əlavə edirəm. İndi yazıram bura proqram ehkamdan aid. Belə bir şey. Deməli, faylım var. Aydındır. Mənim faylım var. Neynəyəcək anda bu? Fayl varsa, faylı oxumaq üçün aça biləcək. Açandan sonra da onu silək faylı qapasın. Açıq olan faylı açmaq mümkün deyil. Yeni açanda səhv verir. Belə. Faylı açmaq mümkünsə açır və qapayır. Görək nə olacaq burada? Deməli, varsa sonunu əlavə edəcək, 0-a bərabər sonunu əlavə edəcək, yoxdursa yaradacaq, yenisini yazacaq. Yaxşı, işlədək proqramımızı. Run edirəm. Yarım səhvim haradadır. Və sizdən əvvəl nöqtədə vergi qoymuşam böyle. Səhvim oradadır. Baxıram görməyinib bu. Sonunda proqram ehkamdan aid əlavə edir. Çünki məlumat, bu fayl deməli mövzu deyil. İndi həmin faylı proqramdan çıxıram. Gəlirəm həmin faylı silirəm yaddaşdan. Yaddaşdan silirəm. Ne deyir? Fayl açıldı. Burada geçen şeydi. Klasa göre iyiydi. Gördüğünüz neydi? Fayl yarattı ve içine yazdı program yüklememeyi. Şimdi eğer fayl varsa bu fayl artık mevcuttur. Onun için ne yazsın? Turbo Pascal yazsın. Sonra ne yazsın? Sonra yazsın C# yazsın. Gəlirəm faylıma baxıram. Aydındır. Məlumatlar qeyd olmaq istəyirəm. İşlədirəm proqramı yenidən. Görürəm faylım yaranıb. Yine yazılıb C#. Aydındır. Bu faylı yenidən silirəm. O
Deməli, bu qaydadan istifadə etmək lazımdır. Bunu kopyalayıram. Kopyalayıram. Yeni fayl açıram və yapışdırıram. Kopyalayıram. Gəlirəm bura. Yeni ilişkindən text faylım. Yapışdırıcıları atıram. Buradan da bunu silirəm. İndi tutaq ki o. Şöyle onu kopyalayıram. Şöyle biraz. Olduğu deməli papkada yaratmalıdır belə. Evet. Oldu hansı papkadadırsa onun taxtada yaratmalıdır. Ay. O çok da işliyor. Gəlirəm bura. Open. Değişim yapıştırıyorum. Burada var. User memory text. New folder var. New folder içinde kutu faylı var.
Gördük. Tamam, faylı yerə. Keçək indi başqa üsullara. Görək başqa bizim daha nə üsullarımız var. Text faylları iki birə yaradılır. Aydındır. Başqa gəlin burada faylı silməyi də hesabım. Əgər tutaq ki, faylı silmək istəyirəm mən. Onda necə onu silə bilərəm? Yenə bax, input output result-la yoxlaya bilərəm. Bu blokdan istifadə etməklə. Yoxlayıram ki, əgər proqramı açmaq mümkündürsə, həmin qeyd faylını açmaq mümkündürsə, onda bu 0 olacaq. 0-dırsa, deməli, həmin faylı var yaddaşda. Y diskində. Y diskində həmin fayl varsa, onu da yazaram. Bu faylı silsin. Əks halda yazsın ki, əks halda ekranı çap eləsin. Fayl tapılmadı. Və end yazdım, begin yazdım, then write yazdım ki şimdi close olmamalı, çünki açmamışam faylı. Bir proqramın başlanğıc ünvanında səhv var. Buradan close edirəm. Yanlış edirəm. Fayl tapılmadı. Çünki Y diskində bildiğimiz fayl yoxdur. Qeydlər. Gəlin də o faylı biz yarada bilməyiz. Y diskində həmin faylı yaradaq. Text edirəm. Deməli, text yaradıram. Hansı fayl olsun? Qeydlər. Qeydlər faylı. Aha. Yeni şeylərin faylı fayl silin diyorum. Yeni həmin bir şeyə baxaq.
Neyse. Bilirsiniz niyə? Çünki burada faylı varsa, faylı açıb, qapanmır. Ona görə. Açıq faylda silə bilməyəcək. Fayl tapılmır. Aydındır. Belə. Sonra deyə bilərsiniz ki, niyə iminli TXT olsun faylımızdan? Xeyr, o məcburi bir şey deyil. FLV olsun. Burada bir dənə FLV faylı yaradıram. Bunu açıram. Save edirəm. Nöqtə qoyuram FLV. Rəng istəmir. Hətta saxladım. FLV 2. Bunu silirəm. Gəlirəm bunu işlədirəm yerinə. Fayl silindi yenə. Və FLV faylın daxilində məlumat yazmaq olaraq. Faylın uzanmışın fərqi yoxdur. Sonra bunlar da yeni qaydan. Həmin şeylər. Sonra fayllarda nə var? Sonra gəl sizə danışım tipli fayllardan. Gəl sizə danışım tipli fayllardan. Fayllar. İlk dərsi bildiyim kimi adında boşluq buraxılmayan proqramın. Tipli fayllarından danışım. Tipli fayllar da yenə necə bu? İndi tipli fayllar müxtəlif deməli text fayllarından başqa cür elan olunur. Yəni ki, fərqi var da. Fərqi nədir? Burada yazılır tipli faylsa file of tipi nədir? Byte. Byte tipli bir faylımız var. Həmin faylımıza deməli uzun yazmayayım proqramı. Yəni ki, o biri dəstə yazdığım input output result var idi. Onu da burada tətbiq eləmək olar. Mümkündür. Ancaq burada qısa yazacağım. Daha qısa yazacağım. Clear screen with case. Gəlirəm bura. Neyini eləməm lazım? Assign. Məntiqi faylla fiziki fayla əlaqələndirir. Deyirəm ki, Y diskində deməli nə var? Yeni nöqtə uzunluğun son verirəm. Son faylı var və onları bir-birinə əlaqələndirir. Fiziki faylı və məntiqi faylı. Və deməli, əlaqələndirdi. Daha doğrusu var, yox, yaradacaq. Yaradacaqsa necə? Rewrite-lə proqramını yazıram və Rewrite həm faylı yaradır, həm açır. Faylı açandan sonra nə etməliyəm? Ona məlumat yazmalıyam. Write-lə və yaxud Write-lə məlumat yazıram faylı. Yazıram 1. Sonra nə edirəm? Clear screen. Clear screen nədir? Close F. Fayl işimi bitirəndən sonra deməli faylı bağlayıram. Baxıram görürəm ki, yəni bir şey yox. Buna görə indi bu necə olacaq? Compile file. Yenə olduğu yerini göstərilmə.
Dolamız getdi. Şuranı dəyişiklik edin. Faylın tipi nədir? Tipli fayldır. File of. Deyirəm ki, file of. Faylın tipi byte'dir. Bunların hamısını siləcəm buradan. Gələcəm yuxarı. Faylı öyrəndirdi. Buraya nə yazdı? Faylı öyrəndən sonra Rewrite if faylı açır. Fayla yazır içini və faylı kapayır. Write-ın işlədə bilmərsən beləcəm. Byte tipində, düz dildə bir sətir. Byte tipini götürə bilər, incə bir sətir. Məlumat götürə bilər. Çox ola bilmər. Necə write-ın. Görən ilə yer diskində qeydlər yaratdım. Onu da açıram yenə. Nokta plus plus'ını. STX yazdı. Yəni byte gibi bir şey yazdı. Hiç bilmiyorum. Bunun nokta nə yaratacağım? Böyle nokta nasıl yazam ben? Böyle byte yazıyor. Byte yazıyor. Sonluğu olmasın, sayısı olsun. Sistem faylı olsun. O da en faydalı. Mikrofonun değişimde sonluğunu böyle atmasın mı? Sonluğunu da atsın, kahve koyulmayı. Bunu siləm. Proqramı işlədirəm. İndi hansı faylı yazdı? Sistem tipli faylı yaratdı. Gördünüz, böyle bir şey yazır. Bunu eğer open with başqa dinlərsəm yenə bir işarə göstərəcəm. Yəni byte məlumat yazır bura. Sonra ne yazsın bura? Sonra yazsın gördük. Elinden bilgi yapayım. Writer'ın işlem etməli rəqəm tipləri. Burada simvol tipləri işləyir. Ne yazılır? Axırdan nol yaz. Eğer bunu böyle bir şey. Böyle ne var?
Deməli, fayllar byte string, byte integer yaratdığımız tiplərdə olduğu qaydada həm də stringdən və çaydan deməli, çay tipli ola bilər. Bunu yoxlamaq üçün biz bura string yazıb faylımızın deməli, string tipi götürürük. Ondan sonra isə deməli, bir argument götürüb onu da string tipi edirik. Yer diskində qeydlənirsə teksti faylı deməli, diski faylını F məntiqi faylı ilə əlaqələndirib sonra faylı açırıq yazmaq. C-yə qiymət mənimsədirik string tipində və write F-i C-ni F-ə yazırıq. Burada yanlış işlədirəm. Değiştirmeyeceğim. Değiştireyim. Sanki yoxlayaq. Şimdi serbest ve o noktada string yazanda alınırım. Aslında string tipli faylı yazmak, text faylı yazmak en şey. String tipli yazmak ise text tipli yazmak kalmıştır. Əvvəldə başına bıraxdığına görə. Qalan yerlərə özünü doldurur. Əyləşdi sonra. Boş kalan string verirse onu buradan ikisini doldururam sərkər. Qalan yerlər istədiyimiz deməli yeni əlavə simvollar verir. Belə məsələn burada bir byte boş yer bırakalım, bilmiyorum neyden. Ben anladığımız olabilir. Sonra defayla bak. Böyle bir şey. Sonra
delay 10.000 qoyaq. Yaratsın 10 saniyə gözləsin, sonra adını dəyişsin. Yaxşı. Bunda bizi içində baxmaq olar ki, nədir? Baxıram görün nə var? Məlumatlar var. Məlumatları silirəm buradan. Baxıram, qeydlər yaradıq düzdür. Gördünüz, dəyişdi məlumatlar. 10 saniyə sonra. Belə. Proqramdan çıxıram. Belə deyəsə bilərəm, ha. Bu qalsın belə. İndi nə yazım? Rename seçdim sizə, sonra qaldı hansı məlumat? Gəl belə bir proqram yazaq. Bir şey keçeyim. Sonra bir proqram yazaq, məlumatları fayla yazsın. Sonra və həmin faylda məlumatları oxusun. Olar. Bugünkü bir şey keçmişsə. Deməli, biz ola bilər ki, müəyyən bir papka yaratmaq istəyirik. Kompüterin yaddaşında. Və həmin papkanın içində saxlamaq istəyirəm məlumatları. Bunu necə eləyərəm? Tutaq ki, mən bir fayl yazıram və həmin faylın yanında olmasın bu məlumatlar. Həmin faylın yanında bir papka olsun, papkanın içində həmin məlumatlar yazsın. Aydında belə bir şey yazaq. Deməli, tutaq ki, text faylım var. Belə bir fayl, rewrite fayl yaradılır. Faylın içində yazılır. Fayl yaradılmasın. Bura kimi gəldi. İndi input output blok yaradıram. Giriş çıxış. Giriş çıxış. Reset if close if. Bunu gəzirəm. Yuxarıda da f ilə reset fayl məşqləmiz ilk növbədə birinci dəfə assign olmalıdır. Assign olmalıdır burada. F faylın neyini əlaqələndirir? Deməli, Y diskində faylların işləmə baxdı. Bu dəfə başqa bir şey işləyir. Deməli, direktora yaradın. Deməli, oblast yaradırsan. Papka yaradırsan. Papka yaradmaq üçün tutaq ki, bir dənə papka adlı bir stringim var. Burada istifadəsindən soruşuram ki,
Right, papkaya ad verin. Dizelin papkanı. Dizelimdən daxil edirəm papkanı. Papkanı daxil edəndən sonra gəlirəm burada. Bax bunu bunun içine yazıram. Sonra gəlib yoxlayıram ki burada. If əgər input output result sıra bərabərsiz deməli doğrudur, düzdür. Onda nə etsin? Bir papka yaratsın. Papka yaratmaq üçün də deməli mk dir. Mk make sözünün make'dən götürülüb. Bir də direktor, yəni oblast. Mk dir mötərizədə papkanın adını yazıram. Papkanın adını yazıram. Belə bir şey. Sonra bunu yaz. Yox, else yazsın ki write'in papka yaratılmadı. Burada da begin'inde alıram. Begin'inde alıram. Papka yaratılıbsa yazsın write'in papka yaratıldı. Görək nə olacaq. Elçədiyi tapılmadı. Papkaya ad verir. Nə ad verək? Tutaq ki, biraz verirəm. Fayllar. Papka yaradıldı. Harada yaradılmalıdır? Olduğu oblastda. Proqram hansı oblastdadırsa odur. Belə bizim faylımız hansı oblastdaydı. Deməli, Pascal'ın öz oblastında. Pascal'ın öz oblastında yazıb baxıram. Görürəm, fayllar adlı bir fayl yaradır. Burada papka yaradır. Mən əgər papka yazır. Yeni papka. Papka yazıldı. Aydındır. Papka. İndi papkanın içine bir məlumat daxil edə bilərəm. Aydındır. Bu papka yaratmışam. Papkanı yaradımdan sonra
bu doğrudursa, papka yaradılsa, sonra bir fayl da yarada bilərəm. Yine bir belə bir şey verirəm. Belə bir şey verirəm və deyirəm ki, reset F hansı ki, bu papka yaradılandan sonra assign verməlidir F faylın F faylında olmalı papka. Burada bir tane string götürürüm. Dir string götürürüm. Dirə yazıram. Papka yaradılsaydı. 2 nöqtə bərabərdir. Papka pivot file nöqtə text buraya yazıram dir. Bunu buraya yazıram. Olan kimi yazsın. Write if write F'e yazsın. Böyle bir şey yazsın. Şuraya nerede işliyor? Papkaya ad verin. Yeni papka. Yeni papka vermeye yazıram. Result papka yaradıldı. Ve fayl da yaradıldı bir şey. Çünkü məlumat vermədiyimə görə papkanın içində fayl yaratdı. Aydındır. Bunun interface'da heç nə yazmadı. Nəyə görə yazmadı görəsən bunu? Biz niyə papkanı qaxamamışım sözdən sonunda. Papkanın da faylı qaxamamışım. Burada şu an sileyim ben. Papka yaradıldı, fayl yaradıldı. Papkaya gireceğim, fayla bakacağım. Program eklememeyi. Aydın oldu. İndi tutaq ki, mən neyləmək istəyirəm? Mən istəyirəm ki, həmin papkada silinsin. Bunu da yadda saxlayıb silinsin. Papka var burada, düzdür. İstəyirəm ki, o papka silinsin. Papkanı silmək üçün də
Həmin papkanın adını daxil edəcəm. Bura kimi hamısı doğrudur. Deməli, faylı yazmalı deyil də, bir də bu hissəsini çıxıram. Bura kimi hamısı aydındır. Deməli, yenə var. Birinci faylı silsin, sonra papkanı silsin. Aydındır. Faylı silmək üçün nədən istifadə edəcəm? Teraz F faylını siləcək. Daha doğrusu girdəki faylı. Daha doğrusu F faylını siləcək, hansı ki assign F-i əlaqələndirsin dirlə. Əvvəl faylı silsin. Fayl silindi. Papka silək faylını tük. Əvvəl fayl 3-dən deməli F-i siləcək. Sonra neyi siləcək? Faylı silindirsə, sonra siləcək. Deməli, faylı silmək üçün rm1. Papkanı silmək. rm1 biri silir. Bir də nədir? Papka. Adı papkadır. Bunu da silsin. Şöyle bakalım. Fayl silindi, papka silindi. Bakalım. Papka var, yok. Papka yok, sitesinde fayl yok. Bu da belə. İndi gəlin, belə bir şey çəkək. Belə bir proqram yazmışsınız. Rekord tipindən bir tip yaradaq, tələbə tipi. Tələbə tipi yaradım. Həmin tipdən bir fayl yaradım. Tipli fayl. Həmin faylın içinə məlumatları həm yazın, həm də oxuyun. Əvvəl adi qaydanla bir fayl yazılmalıdır. Yazsın və oxusun məlumatı. Yerden gelsin. Bunu oxusun. Yetkindən məlumat. Yoxsa əlaqələndirsin. İndi bax belə eləyəcəm. Əgər deməli fayl varsa indi tutaq ki, fayl yazmışam qalıb harada yer diskində. Yer diskində qeydlər.txt var. Məlumat yazılıb ora. Məlumat yazılıb. İndi mən məlumat oxumaq istəyirəm. Məlumatı necə oxuyaram? Məlumatı deməli fayl atılması mümkünsə faylın deməli fayl var, düzdür. Fayl varsa oradan məlumatı vermən oxuyun. Bunu buradan silirəm. Məlumatı oxumaq istəyirəm. Məlumatı necə oxuyaram?
Faylı demişdim ki, oxumaq üçün açmaq necə edir? Reset. Reset F faylı. Faylı resetləyirəm. Sonra nə edirəm? Resetləyəndən sonra fayl repeat nə yazsam bunu? Bunu E of F bilsiz F nədir? F end of file. Faylın sonudur. Sonuna qədər doğru olanda mən istəyirəm ki, dövr dayansın. Yəni, faylın sonuna çatanda dövrdən çıxsın. Aydındır. O vaxtda kimi nə etməlidir? Oxumalıdır faylı. Faylı oxuyub yazmalıdır. Faylı oxuyub yazmalıdır. Çətir oxuyacaq yazacaq. Necə oxusun? Necə oxusun faylı? Bizlə faylı oxuyur. F faylından neyi oxuyacaq? S-i oxuyacaq. S-i də mən yuxarıda verəcəm. Və neynəsin? Oxuduqda da yazsın ekrana. Ekrana yazsın. Gedirəm, baxıram, görürəm. Qeydlər var. Qeydlərin içində var. C-Sharp Go SQL Server Evet, tamam bunlar. Ne oldu? Değil, onu bakıp oraya. Aha. Şahsen. Şahsen ne? Başladım şimdi yine de failin sonunu görün. Failin sonunu görmek. Ona göre tezden ulaştıram mı? Bir noktada dayandı. Mən bunu yazmaq istəmirəm, bunu fayl yazacaq. Bizim bitmən deyəlim üstündə, alınma. While dövrü of if do begin end. Deməli, neyini oxuyur hər dəfə? Oxuyur. Deməli, şərtiniz necə olmalı? Nə qədər ki, faylın sonu deyilsə, oxusun yazsın. Sonu deyilsə, bu nə deməkdir? Faylın sonudur. Sonu deyilsə etmək üçün neyinə yaramır? Bir dənə not yazarım. Not if. Niyə oxumur ya bunu? Sonu görmüşüm o zaman.
Bunun səhv olur ki, çətir oxumalı. Ona görə. Buradan məlumatları bir sətir oxumalıyım yazmalıyım, bir sətir oxumalıyım yazmalıyım. Ona görə. Bizi verəndə sətir oxumalıyım. Belə yazdı. İstəyən bunları sırayla yazsın. Sırayla necə yazar? Böyle bir dənə onu özünüz əhatlayan ki, çox. Məsələn, bir dənə oraya inkrement artıraram, i verərəm, i-yə 0 verərəm, sonra inkrement növünü artıraram hər dəfə yazaram özlərini. O istəyirsən əhatlayan, istəyirsən özünü yazarsan. Yəni, bu da məlumatları fayldan oxudur. Onda bunu repeat ilə yaza bilərəm. Qat edirəm bura. While nə olan belə, rəy kimi yazdım. Deyək ki, repeat until geof case copy bura, paste bura. Mən deyirəm, yenə otur. Mən 2 cür yaza bilərəm bu arada. Redirem kullandık. Böyle yani başa düşdük. String məlumatsa o sətir oxumalı deməli. Sətir oxumalı vacibdir. Əgər yaratdığım tipdə olsa hamı readlə oxuyuram məsələn. Bilmirəm o bir sətirə yerləşib ona görə. Bu belə. Bura kimi hazır. İndi gəlin bir proqram yazım sizin üçün. Görəyən neçə dəqiqə olub videomuz. Göstərmə neçə dəqiqə olub. Bunu save edirəm. Buradan çıxıram. Məlumat oxuma. Bir proqram yazım sizin üçün. Bu proqram nə etsin deməli? Bu proqram tələbə məlumatın deməli yazsın fayla. Deməli var, yox, əvvəl type'ımız var. Deməli C2 type'ımız var əvvəl və həmin type'də nə edirəm? Və yaxud insan yaradıram. İnsan tipi təsərrüf record nə olsun az soyad adı soyadı olsun ki belə olsun. Bugün endin arasında yaparız da yine.
if yaratdım. Sonra nə deyirəm? Deyirəm ki, faylım var, f2 nöqtə file of hansı tipdən? İnsan tipindən. İnsan tipindən faylım var və onu nə etməliyəm demə? İnsan tipindən faylım var. Bir də insan tipindən dəyişənim var. Başlayalım olsun. A2.array birdən 2'ye kimi 2 nəfər insan var. O insan tipindən maksimum var. Maksimum varsa onun indeksi var. 2.array Burası kimi yaratım hazır. Şimdi ne edirəm mən? Clear screen ən aşağıda yazsın. Ne etməlidir? Birinci əlaqələndirməlidir faylı. Olduğu yerdə saxlamağı üçün proqramı belə bir şey yaradacağım. Yəni yazacağım ki, məsələn file.dat yaxud baza.dat failım olsun. Rewrite neyinə vardır? Rewrite neyinəməlidir? F-i yazmaq üçün açmalıdır. Və burada deməlidir ki, ilk olaraq for i2.1 to end to begin end. Sonra ne oldu? With AI to begin end. Ad göstərisini görək. Bunu bir demək kopyalayıram buradan. Şöyle. Sonra da daxil edəcəm. Şimdi nə etməlidir bu? Bazen əlaqələrimizin qanusunun, bazen əlaqələrimizin sürətisi rəqəmi fayda atılmışdır. Fayda atılmışdır nə etməlidir? Deməli, i2.1 to end
into neylesin? Writer'in F failına yazsın. AI'ni master element yazır fayla. Bunlar qeyd olundu. Diyorlar. Ne kadar gözlesin? 8 saniye gözlesin. 8 saniye gözlesin. Bütün yazılanlar silsin. Bütün yazılanlar silsin. Sonra bütün yazılanlar silinden sonra neylesin? Yazsın ki writer'in bazadan okunur. Bunu yazsın. Onda bir saniye gözlesin. Ondan sonra başlasın ki bazı bulutmağa. Deməli, bax, bir şey də var. Məlumatlar qeyd olunduqdan sonra close F. Close F vuranda close F vuranda assign əlaqə qırılır. Əlaqə qırılırsa, burada yenidən məlumatları oxuyanda yenidən assign eləməliyik. Assign F baza.dat faildən oxumaq üçün reset faildən oxumaq üçün faylı açıram resetlə. Fayl açılırsa neyləsin? Bazılı okundu. Assign əlaqələrini desin. Əlaqələrindən sonra faylı oxumaq üçün açır. Faylı oxumaq üçün açandan sonra file not of F to begin in necə oxumalıyım? Deməli, faildən məlumatı oxumalıdır. Neyini unutacaq? Hidlə. Daha doğrusu hidlə yox, read eləmir. Bura read yazdığıma görə ona var. Writer'ını yazmışamsa, writer'ını yazmışamsa read'ini oxuyacam. F'dən oxuyacam. Necə? Bir dənə də insan tipindən bir element götürürəm. B elementim olsun, insan. B-ni oxuyacaq resetdə. Bir də F-dən B-ni F failından B-ni oxuyacaq və yazıcaq oxuyandan sonra yazacaq ki B2
Adresin adı adresin ayıram 12 9 demişik adına ayıram 12 və soyad 10 demişik ayıram 12 yox 11 yerinə 17 var. Çox ayrı. Oxudu yaz sonra oxuyub yazandan sonra faylın bağlasın bölümünə. Görək bizim proqramımız ne işləyir. Ad məlumatlar qeyd olundu. Gözləyirəm. Məlumatlar bazasının oxunur. Gözləyirəm. Baxındı. Aydın oldu. Proqramı bitdim. Bazaya gedirəm, baxıram. Bazam var dedi. Beş baxındı. Heç baxımda deməli bazamızdadır. Burada faylın baxıdır. Bunun da açaq görə içində nələr var. Öz-özünə bax, yazıb hər şeyi. Boşluq bıraxıb, bu byte bıraxıb, sonra gəlib yazıb Kamranı. Sonra boşluqlar bıraxıb, gəlib yazıb ayıb. Sonra boşluqlar bıraxıb, hər birini səslədir, sonra sevməyir. Aydındır. Məlumatları belə qeyd edib bazı. Və bugünkü dərsimiz bu qədər. Bu faylı da burada yadda saxlayır sizin üçün. Bugünkü dərsimiz bu qədər. Bütün bu keçdiyimiz, əvvəl keçdiyimiz bütün dərsləri təkrarlayın. Hər hansı bir sualınız olsa hazırlayın verin. Adı olsun bu kadar. Evet.